Salam əziz şagirdlər. Uzun bir aradan sonra mövzu sınaq 11 ilə davam edirik. MHÇ-nin kitabının sınaqlarına. Bir nömrəli tapşırıqda bizə yenə adi və onluq kəsrlərə aid bir tapşırıq verilmişdir. Hansı ki, ən rahat yolu kəsrin məxrəcini vuruqlarına ayırmaqdır. Diqqət eləyin. 15 və 35-i elə bir vuruqlara ayırmaq lazımdır ki, yəni sən onun ortaq vuruğunu tapa biləsən. Bunun üçün ən rahatı 3 və 5 vuruğudur. 15 üçün təbii ki, 35-i ayıracağıq 5 və 7 kimi. 5 vur 7 üstə gəlsin. 63-ü 7 vurulsun 9 kimi, 99-u isə 9 vurulsun 11 kimi. Yəni yazanda sıralamaya artan ardıcıllıqla yazsaz, bu sizin üçün sanki bir göstəriş olacaq. Yəni təkcə yazmaq və gedişatı bilməklə kifayətlənmək lazım deyil. Mütləq şəkildə həlli yazanda özünüz üçün aydın olan məqamları seçməlisiniz. Yəni burada bu tip tapşırıqlar inirdik. Başlanğıcı seçirdik, 3-də 7, çıxırdıq sondakı 11-də 7-ni, vururduq məxrəcdəki vuruqların fərqinin tərsinə. Yəni, məsələn, 3 ilə 5-in arasındakı fərq 2-dir, 5 ilə 7-nin arasındakı fərq 2-dir. Hansı ki, bu stabil idi. Yəni, o fərqin tərsi də eləyir 2-də 1. Hesablayaq. 3 və 11 üçün ortaq məxrəc taparıq, 33. Gerisi sizdən asılıdır, necə istəyirsiniz, elə həll eləmək mümkündür. 77-dən 21 çıxırıq eləyir 56. 56-nı da təzədən 2-də 1-ə vursaq, olacaq 33-də 28. Yəni Y variantı. Bu oldu bir nömrəli tapşırığın həlli. 2 nömrəli tapşırıqda uyğun tərəfləri paralel olan bucaqlardan birinin 60%, digərinin 48%-nə bərabər olarsa, bu bucaqların fərqini tapın. Həmişə bizim ayırd elədiyimiz qayda vardı ki, uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabərdir, ya da ki, bu bucaqların dərəcə ölçüləri cəmi, yəni məsələn, bura alfa, bura beta desəm, nəyə bərabərdir? 180-ə bərabər. İndi təbii ki, əgər sizə məsələnin şərtində desə ki, uyğun tərəfləri paralel olan bucaqlardan birinin 60%, digərinin 48%-nə bərabərdir. Demək ki, bu bucaqlar bir-birinə bərabər deyil. Yəni, cəmi 180 dərəcədir. Bu halda götürək, məsələn, bir bucağa x deyək, digərinə y desək, birinin 60%, yəni 0,6x, digərinin 48%-nə, yəni 0,48 y-ə bərabərdir. Həm də bilirsən ki, ikinci tənliyin x üstə gəlsin, y bərabərdir 180 dərəcəyə. Olduğu iki dəyişənli tənliklər sistemi. Sadələşdirək. Məsələn, buradakı tənliyin hər tərəfini 0,6-ya bölsək, o halda x bərabərdir 0,48-i 0,6-ya böləndə eləyəcək 0,8 y. X üstə gəlsin, y bərabərdir 180. Rahat yolu, əvəz etmə yolu ilə bu tənliklər sistemini həll etməkdir. Götürək, burada x-in əvəzinə 0,8 y yazaq. 0,8 y üstə gəlsin, y bərabərdir 180. Yəni 1,8 y 180-dirsə, o halda y-in 180-i bölürük 1,8-ə, yəni 100 olduğunu almış oluruq. Demək, y 100-üymüş. Y 100-dür, digəri də, yəni x də olmuş olacaq 80 dərəcə təbii ki. Həqiqətən də 80-in 60% eləyir. Deməli, 80 vurulsun 60 bölünsün 100. Eləcə də 100-ün 48%, yəni elə 48 alınmış olur. Elə, bizə deyir ki, bu bucaqların fərqini tap. 100 ilə 80 fərqi 20 dərəcə. A variantı. 3 nömrəli tapşırıq. Çevrədə AB toxunan AD kəsən olarsa, CD-ni tapın. Yəni biz çevrəmizi sağ tərəfə əlavə edək. Aha. Toxunan kəsən bunlarla əlaqəli biz faktlar bilirik. Hansı faktları bilirik? Görək. AB toxunandır. Sonra demək A D verilibdir. Bir də AC-nin uzunluğu 7-dir. Siz bilməlisiniz ki, çevrədə belə bir qayda var idi. Tutaq ki, biz CD-yə x deyək, x uzunluğu. AC-dəki 7-dir, onu bilirik. AB-nin kvadratı, yəni toxunanın kvadratı bərabər olurdu. Kəsənin bu xaricdə qalan hissəsi, yəni nöqtədən, həmin toxunanla kəsənin kəsişmə nöqtəsindən AC vurulsun, AD ümumi həmin kəsənin uzunluğuna bərabər, hasilinə bərabər olmuş olur. Və bu qaydanı bura tətbiq eləsək, alırıq ki, 6 kök altı 5-in kvadratı, yəni 36 vurulsun 5, kök altı 5-in kvadratı 5-dir, bərabərdir AC, yəni 7 vurulsun AD, 7 üstə gəlsin x.
Həll eləsək, hər tərəfi demək, elə hesablayaq. 36 vurulsun 5 eləyəcək 180. 180 böləcək 7-yə. Daha sonra bərabər edir boyu 7 üstə gəlsin x-ə. X-də tapmaq üçün təbii ki, 7-də 180-dən 7-ni çıxırıq. Bu da eləyir. Biz bunu hesablamağa çalışsaq, deməli, çevrə 180 bölək 7-yə eləyəcək 2. Daha sonra 40-ın içərisində 7 düşdü. 5, 7-də 5. Çıxılsın 7. 25,7-də 5-dən də 7-ni çıxsaq, alınacaq 18,7-də 5. Yəni cavabımız B variantı. Sonra 4 nömrəli tapşırıq. Çevrə daxilinə çəkilmiş 40 dərəcəlik bucaq və çevrənin 12 sm-lik diametri verilib. Daxili çəkilmiş bucağın söykəndiyi qövsün uzunluğunu tapın. Yenə məsələni diqqət eləyən, yəni oxuyanda daha doğrusu, bəzi məqamlara diqqət edib şəkli çəkmək lazımdır. Bizə deyir ki, bir çevrə verilibdir. Bu çevrənin daxilinə 40 dərəcəlik bucaq çəkilibdir. Biz də daxilə çəkilmiş bir bucaq göstəririk. Bax ki, bu olsun. Bu da olsun 40 dərəcə. Və çevrənin 12 sm-lik diametri verilib. Deməli, çevrənin diametri 12 sm bərabərdir. Olsun. Daxilə çəkilmiş bucağın söykəndiyi qövsün uzunluğunu tapın. Daxilə çəkilmiş bucağın söykəndiyi qövs, baxın, budur. Ümumiyyətlə, qövsün uzunluğu nətər tapılırdı? İlk olaraq o düstur yadımıza düşməlidir. Qövsün uzunluğu düsturuna L qövs yazsaq, bərabərdir. Alfa bölünsün 360 vurulsun 2 pi. Belə qeyd eləməyim. Əslində siz bəzi ədəbiyyatlarda belə görürsünüz. Alfa bölünsün 180 vurulsun pi. Hiçbir fərqi yoxdur. Yəni 360-la 2-ni onsuz da ixtisar eləyirsiniz. Sadəcə belə yazanda özünüz də başa düşəcəksiniz ki, burada məqsəd nədir? Çevrənin uzunluğu nədir? 2 pi. Alfa bölünsün 360-da, yəni 360-da alfa da sanki o qövsün bu çevrənin hansı hissəsi olduğunu deyir sizə. Yəni düsturu şərti olaraq əzbərləməklə biz ola bilər ki, o düsturu unudaq. Amma məqsəd mərzini bilsəz, yadda saxlayacaqsınız ki, o niyə 180-də alfa vurulsun pi-dir? Səbəbdən. Yəni bütöv çevrənin 360-da alfa hissəsidir bu qövs. O qövsün uzunluğu da təbii ki, çevrənin uzunluğunun, yəni çevrənin uzunluğu 2 pi idi. Bir daha təkrar olaraq yadda qalsın. O 2 pi-nin müəyyən bir hissəsidir. Yaxşı, gerisindən davam edək. Diametri bizə 12 verib, ona görə ki, radiusu tapa bilək. Yəni, radius 6 sm-dir. Yerinə yazsaq, məsələn, qövsün uzunluğu fərq yoxdur. Burada yazıram. Belə deyək, buradakı alfa hansı alfadır? Bu alfa mərkəzi bucaqdır və yaxud da ki, qövsün dərəcəsidir. Qövsün dərəcəsi də daxilə çəkilmiş bucağın 2 mislidir. Yəni, daxilə çəkilmiş bucaq 40 dərəcədirsə, onda qövsün dərəcəsi 80 dərəcə olur. Gətirək qoyaq yerinə. 80 bölünsün 180, vurulsun pi, vurulsun r, yəni 6. 180 ilə 6-nı ixtisar eləsək, məxrəcdə 30 qalır. 30 ilə də bu ixtisar getsə, 8 pi bölünsün 3 şəklində cavabımızı almış oluruq B variantı. Sonra 5 nömrəli tapşırıq. Tərəfləri 10, 12, 14 olan üç bucağın kiçik hündürlüyünü tapın. Birincisi, özümüzə yol çizmalıyıq. Kiçik hündürlük deyəndə nə başa düşürük? Üçbucağın yadda saxlayın ki, kiçik hündürlüyü onun böyük tərəfinə çəkilmiş hündürlükdür. Yəni, məsələn, mən o hündürlüyü tapmaq istəyirəm ki, o 14 sm-lik tərəfə çəkilib. Aha. Bunu necə tapacağıq? Sahə düsturundan istifadə eləməklə tapa bilərik. Birinci, üçbucağın sahəsini taparıq. Hansı ki, üçbucağın sahəsini əgər bütün tərəflər verilibsə, Heron düsturuna əsasən tapa bilərik ki, kağıtda P vurulsun, P çıxılsın A, P çıxılsın B və P çıxılsın C. Bununla sahəni tapacağıq. Daha sonra digər sahə düsturu tərəfə çəkilmiş hündürlüyün hasilinin yarısıydı. Yəni, sanki bizim misalımız üçün sırf 14h bölünsün 2 kimi baxacaq ona. Yəni, bu da 7h eləmiş olur. Biz elə Heronla sahəni tapıb 7h-a bərabərləşdirsək, bizim axtardığımız kiçik hündürlük tapılar. Buradakı P nə idi? Yarım perimetri idi. Yəni, üçbucağın perimetrinin yarısı. 10 plus 12 plus 14 bölünsün 2. Hesablasaq, demək, 22 üstə gəlsin, 14 eləmiş olur 36, 36-nın yarısı eləcə 18. Yerinə yazsaq, S bərabərdir, 18 vurulsun, 18 çıxılsın 10, yəni 8, 18 çıxılsın 12, yəni 6, 18 çıxılsın 14, yəni 4.
Bunu vurub açmayın heç vaxt. Yəni daxilini vurmağa, sonra kökdən çıxartmağa çalışmayın. Çalışın eyni vuruqları tapıb çıxardasınız. Məsələn, necə? 18-i ayır vuruqlara. Yəni 9 vurulsun 2 kimi. 8-də özü kökdən çıxmır. Buna da 4 vurulsun 2 kimi çıxar. 6-nı ayır 3 vurulsun 2 kimi. 4-dəki özü kökdən elə çıxacaq. Çünki burada da təkrar 4 var. Yaxşı, vuruqları kənara çıxartmaq istəsək, 4-ü çıxardıram. 1, 2 çıxacaq. Çünki 4-dən 2 dənə çıxdı. 2 çıxdı kökün altına. 3 çıxır. Demək. Kökün altında nələr qalır? Kökün altında bu 3 9-dan çıxmışdı. Qalır kök altı 6. Demək, üçbucağın sahəsi 24 kök altı 6 imiş. Bu sahə bizim hələ nəyi tapmalıyıq? Hündürlüyü tapmalıyıq. Demədik ki, həmçinin sahə 7 haşa bərabərdir. Gətirən bərabərləşdirəm. 24 kök 6. Buradan hündürlük tapılır ki, 24 kök 6 bölünsün 7. Yəni cavabımız D variantı. 6 nömrəli tapşırıq. Kök altda 5 ədədinin kəsr hissəsini tapın. Ümumiyyətlə, ədəd yadda saxlayırıq ki, bir x ədədi varsa, o x ədədi tam hissədən və kəsr hissədən ibarətdir. Məsələn, sizə x ədədinin özü verilibsə, kəsr hissəni tapmağın ən rahat yolu ədədin özündən onun tam hissəsini çıxmağımızdır. Demək, biz yenə kəsr hissəni tapmaq üçün ədədimiz neçədir? Kök altda 5. Kök altda 5-dən çıxıram tam hissəni. Tam hissəni necə müəyyənləşdirə bilərik? Kök altda 5 hansı iki tam ədədin arasında yerləşir? Təbii ki, 2 ilə, yəni 2-nin kvadratı kök altda 4 eləyir, 3 arasında yerləşmiş olur. Deməli, tam hissə olacaq 2. Bu kök altda 5, 2 tam neçədirsə təbii. Buradan müəyyənləşdirmiş olurum. Demək, mən kəsr hissəni tapmaq üçün kök altda 5-dən 2-ni çıxmalıyım. Cavab A variantı. Digər videolarımızda da bu haqda geniş danışmışıq, məlumat vermişik. Davam edək 7-ci sualına. 7-ci sualda şərtdə ziddiyyət var. Əslində şəkildə sadə bir düzəliş edib o cür davam edəcəyik. Burada diqqət edin, bu 60 dərəcə olan hissə onun əvəzinə 30 olmalıdır. Əksinə, buradakı 30-un əvəzinə nə olacaq? 60 olacaq. Bu halda, yəni məsələmizin şərti nisbətən doğru getmiş olur. Yaxşı. Baxaq. Demək, biz ümumiyyətlə ziqzaq şəklində belə olan bucaqları həll eləyəndə A1 və A2 düz xətlərinə paralel olan düz xətlərin çəkilməsindən istifadə edirdik. Məsələn, başlanğıc hissədən elə başlayaq. Bu nöqtədən A1 düz xəttinə paralel bir düz xət keçirsək, o halda buradakı bucaq 40 dərəcə olur. 40-ın aşağısındakı, yəni bu alfanı əmələ gətirən bucaq isə olacaq alfa çıxılsın 40 dərəcə. Bu bir. Sonra keçirəm bu aşağı. Yenə bu nöqtədən bir dənə paralel düz xətt çəkirəm. Diqqət edin, alfa 40-ın çarpazı oldu bura. Bax, burada yenə alfa çıxılsın 40-dır. Deməli, onda onun aşağısı 30 dərəcədən mən alfa çıxılsın 40-a çıxmalıyam. Bu da çıxılanda mötərizəni atsaq olacaq 70 çıxılsın alfa. Deməli, bax, buradakı bucaq 70 çıxılsın alfa bucağı. Təzədən gəlirəm betanın, yəni təpəsindən bir paralel düz xətt çəkməyə. O halda ona çarpaz olduğuna görə, deməli, bu hissə olacaq 70 çıxılsın alfa. Aşağı olacaq beta bucağından 70 çıxılsın alfanı çıxıram. Yəni, bu nə edibsə, alfa üstə gəlsin, beta çıxılsın 70-i verir. Və bura alfa üstə gəlsin, beta çıx 70-dir. Bu bucağında birbaşa necə olduğunu tapa bilərik artıq. Yəni, belə aşağı gəlmədən. Eyni şəkildə aşağıdan bir xət çəksəm, aşağı 30-da axı bura. Bunun çarpazı da 30-dur. Bura 60 demişdiksə, 60-dan 30 çıxıram, 30 eləmiş olur. Demək, nə alıram? Alıram ki, alfa üstə gəlsin, beta çıxılsın 70, elə neçəyə bərabər imiş? 30 dərəcəyə bərabər imiş çarpaz bucaqlara görə. O halda alfa üstə gəlsin, beta bərabərdir 100 dərəcə. Birbaşa elə bir misaldan çıxmış olur. Yəni, sən ayrıca alfanı və betanı tapa bilmirsən. Çünki məsələnin şərti ona kifayət eləmir. Aha, bu bir. İkincisi də dediyimiz kimi şəkildə kiçik bir düzəliş eləmiş olduq. 8 nömrəli tapşırıq. A çoxluğu bu elementlərdən ibarətdir. A çoxluğunun cüt elementlərindən ibarət neçə alt çoxluğu var? Bunu tapmaq üçün birinci A çoxluğunun cüt elementlərini seçib yazmalıyıq. 2, 4, 6, 8 və 10. Və tutaq ki, hər hansı bir çoxluqdur. Bu çoxluğun 5 dənə elementi var. O halda çoxluğun alt çoxluqlarının sayı 2 üstü n-dən hesablandığına görə, buradakı n element sayıdır. Üstü 5-dən hesablayacağıq. 32-ni aldıq. Amma ki, baxın, bizdən deyir ki, A çoxluğunun cüt elementlərindən ibarət neçə alt çoxluğu var.
Bu 32-nin içərisində boş çoxluğun özü də var. Ona görə bir dənə boş çoxluğu çıxıram. Nəticədə alıram ki, bu A çoxluğunun 31 dənə yalnız cüt elementlərdən ibarət olan alt çoxluğu var. 9 nömrəli tapşırıq. Yəni, çevrəyə aid bir tapşırıq nümunəsidir. Şərtdə deyir ki, çevrədə BNC qövsü bucaq A-dan 2 dəfə böyükdür. Biz bucaq A-nı müəyyənləşdirək. Deməli, bucaq A bax budur. Bucaq A-ya bir x deyək. BNC qövsü olacaq 2x şəklində və yaxud alfa ilə yazıbdırsa, siz çalışın alfanı istifadə edəsiniz. Məsələn, indi bu alfa bucağı daxilə çəkilmiş bucaqdırsa, o halda onun söykəndiyi qövs, yəni baxın burada olan BNC qövsü olmalıdır həmin onun 2 misli. Yəni BNC 2 alfadır. Yaxşı, bizdən şərtdə deyirdi ki, BNC bu A bucağından 2 dəfə böyükdür. Deməli, elə A bucağının özü də nədir? Alfaymış. İndi hesablamağa çalışaq. Görək, məsələ nədir? Demək, ümumiyyətlə, iki kəsən, daha doğrusu iki toxunan arasındakı qalan bucağı, yəni bucaq A-nı tapmaqdan ötürü biz nə iş görməliydik? B, tutaq ki, bura K yazıram. BKS qövsünün BNC qövsünü çıxmalıydıq və bölməliydik 2-yə. BKS qövsünü işarə eləyəcək necə? Bütöv əgər 360-dırsa, demək ki, BKS qövsü olacaq 360 çıxılsın 2 alfa. Yazdım. Axı mən BNC-nin də 2 alfa olduğunu bilirəm. Deməli, bundan bir dənə də 2 alfa çıxsam, 2-yə bölsəm, nəticədə alfa alınacaq. Hesablayaq, tənliyə eləyək. 360 çıxılsın 4 alfa bərabərdir 2 alfaya. Vurduq. Buradan alırıq ki, 360 bərabərdir 6 alfa, alfa bərabərdir 60 dərəcə. Yəni, Y variantı. Sonra 10 nömrəli tapşırıqda A kubu çıxılsın, B kubu yəni istəyir. Müxtəsər vurma düsturudur. A kubu çıxılsın, B kubu bərabərdir. Nələr var bildi ona diqqət edək. A çıx B var, bir də AB hasili var. Açıram. A çıxılsın B vurulsun. A kvadratı üstə gəlsin. AB üstə gəlsin B kvadratı. Biraz da eləyək ki, ancaq A çıx B-dən və AB-dən asılı sanki bir tənlik olsun. Çünki mən A çıx B-nin qiymətini bilirəm. Onu birbaşa yerinə yazacaq. Yəni 3 hətta yazdım. Vurulsun. A kvadrat üstə gəl, AB üstə gəlsin B kvadrat. Diqqət edin. AB-də var. Amma A kvadrat üstə gəl B kvadratı yoxdur. Onun üçün köməkçi müxtəsər vurma düsturları öyrənirik və bunu təkrarlayırıq ki, deyirik məşhurdur. Kvadrat üstə gəl B kvadrat almaq üçün A çıxılsın B-nin kvadratı. Üstünə 2AB gətirir. Əgər sən onu gətirib burada A kvadrat üstə gəlsin B kvadrat əvəzinə yazsan, belə bir ifadə alacaqsan. Kvadratı 2AB buradadır, plus AB də buradaydı. Üstə gəlsin 3AB. Deməli, yenə son olaraq əldə olan məlumatları yerinə qoysaq, A çıx B-nin kvadratı, yəni 9, üstə gəlsin 3AB. Yəni 3 vurulsun 28. Bərabərdir 3 vur. 9 üstə gəlsin 84. Deməli, 9-la da 84-ü toplasaq, eləyəcək 93. Vursaq 279. Məqsədimizə çatdıq. 11 nömrəli tapşırıq. Üçbucaq bərabərsizliyinə əsasən aşağıdakılardan hansı üçbucağın tərəfləri ola bilməz? Ümumi halda üçbucaq bərabərsizliyini belə ifadə edirdik ki, üçbucağın iki tərəfinin uzunluqları fərqi digər tərəfindən deməli kiçik olmalıdır, cəmi isə böyük olmalıdır. Yəni bu şərti nəzərə alaraq yoxlamaq lazımdır. Məsələn, A variantında yoxlasaq bizdən ola bilməzi soruşur təbii ki burada. 3, 7, 9. Bu şərti ödəyir. 8, 8, 5. Bu da şərt ödəyir. Məsələn, 2, 4, 1-i yoxlayaq gəlin. Tutaq ki, deyirəm. 1-i yazdım ortaya. 2 ilə 4. Fərqi neçə eləyib? 2. Cəmi isə 6 eləyib. Yaxşı, cəmi hissəsi düzgündür, amma fərqi axı 1-dən kiçik olmadı. Deməli, 2, 4 və 1 ola bilməz. 1-in də misal üçün yoxlayıram 6, 7, 8-i. Tutaq ki, 6 bizim olsun 3-cü tərəfimiz. Demişik ki, 6 digər iki tərəfdən cəmindən, yəni 7 və 8-in cəmindən kiçik olmalıdır. Amma fərqindən böyük olmalıdır. Həqiqətən də 7 ilə 8-in fərqi 1 eləyir, modulu təbii ki. 1-dən böyükdür, 15-dən də kiçikdir. Bu, üçbucağın bütün tərəfləri üçün ödənməlidir. Məsələn, mən 6-nın əvəzinə 7 yazsam belə, 6 ilə 8 cəmi böyükdür 7-dən, fərqi kiçikdir 7-dən. Və yaxud ortaya 8-i qoysam, 6 ilə 7 cəmi 8-dən böyükdür, fərqi 8-dən kiçikdir. Yəni, bu şəkildə hamısı ödənməlidir. 12 nömrəli tapşırıq faizə aid bir məsələdir.
Deyir, 60 qram 40% duz məhlulunun 1/3 ilə 80 qram 30% duz məhlulunun 8/3-ünü eyni qaba tökülərək qarışdırılıb. Yeni qarışımda duzun faiz miqdarını tapın. Böyük məsələyə oxşuyur, amma yəni mahiyyəti sadədir. 60 qram 40% duz məhlulunun 1/3. Yəni 60 qramın 1/3. O deməkdir ki, 20 qram. Axı sən tutaq ki, 60 qram məhlulu istəsən yarısını da götürsən, 1/3-ünü də götürsən, onun faizini dəyişmiş olmursan, yenə o 20 qram 40 faizli məhlul eləmiş olur. Bununla 80 qram 30 faizli məhlulun 8/3-ü. Demək 80 qramın 8/3-ü. 80 bölü 8 vurulsun 3. 30 qram neçə faizli? 30 faizli. Yadda saxlayın. Yəni məhlulu hissələrə böldükdə onun faizi dəyişmir. Yəni bir stəkan təsəvvür eləyin ki, orada siz duz məhlulu hazırlamısınız. Onun yarısını getsə də və yaxud 1/3-ünü saxlasanız da orada duzluluq faizi eynidir. Yəni ilkin stəkanda olan məhlulun faizi ilə eynidir duzluluq faizi. Yaxşı, bu ikisini qarışdırmaq istəyirəmsə, yadınızda əvvəlki videolarda belə bir düstur demişdim ki, omega bərabərdir M1 omega 1 üstə gəlsin M2 omega 2. Bunu kimyada da çox rastlaşmısınız. Riyaziyyatda da daha tez hesablaya bilmək üçün lazımdır. Demək, M1 nədir? Kütlələri göstərir, omeqalar isə faizləri göstərir. 20 vurulsun 40, üstə gəlsin 30 vurulsun 30, bölünsün kütlələrin cəmi. Yəni, ümumi bizim məhlulumuz nə qədər olacaq nəticədə? 50 qramlıq bir məhlul alınacaq. Bölsək, almış olaraq tez hesablayaq. Demək, 800, 900, 1700, nəticədə 1700 də 50-yə bölsək, demək, 17-ni 50-yə böldük. 30 faiz. 34 faizli məhlul eləmiş olur. Yox, kimlərsə deyə bilər ki, mən düsturu yadda saxlaya bilmirəm. Bir-bir yazmaq istəyirəm. Onun üçün də siz bilməlisiniz ki, ümumiyyətlə qarışımda duzun faizi, qatılıq necə hesablanır? Omega bərabərdir. Maddə bölünsün. Məhlul vurulsun 100. Bir daha qeyd edirəm. Əslində bu düstur da oradan alınır. Yəni mahiyyətcən eyni şeydir. Sadəcə daha sadələşmiş versiyasıdır. Maddə nə qədərdir, onu tapırsan. Sonra ümumi məhlulun kütləsi bizdə olacaq 20 qramla 30 qram qarışdırıramsa təbii ki 50. Maddəmiz nə qədərdir? 20 qramın olan içində 40% maddə var idi. Yəni 20 vurulsun, 40 bölünsün 100. 8 qram burada var idi maddə. Üstə gəlsin. 30 qramın da içərisində var idi. Demək ki, 30 vurulsun, 30 bölünsün 100. Yəni 9 qram da burada var idi. Bu da hesablasaq, alınacaq 17 vurulsun 2, 34%. Hər halda mahiyyətini başa düşməyə çalışın ki, yəni bunu siz əzbərləsəz, imtahanda düşür və çalışırsınız ki, etdiyiniz yolu yadınıza salasınız ki, mən nə ilə toplamışdım, vurmuşdum və s. Amma bir dəfə anlamağa çalışsanız, o sizin üçün kifayət eləyəcək ki, ixtiyari tip, yəni faiz məsələsi, məhlul məsələsini həll eləyə biləsiniz. Ümumiyyətlə, bu hissədə çətinlik olsa, əlavə də danışa bilərik faiz hissəsindən. Yaxşı, davam edək 13 nömrəli tapşırıqla. Şəkil əsasının alfa bucağını tapın. Sadə bir qaydası var idi. Deməli, iki kəsişən vətər verilir. Onlar arasındakı bucağı tapmaq üçün alfa. Təbii ki, uyğun olaraq qarşı bucaq olduğuna görə qarşısındakı da alfa olacaq. Neynirdik? Sökəndik qövslərin, o arada alınan bucaqların sökəndiyi qövsü toplayırdıq, bölürdük 2-yə. Yəni, sən alfanı tapmaqdan ötürü 100 ilə 70-i toplamalısan, bölməlisən 2-yə. 170 bölünsün 2, eləyəcək 85. D variantı. Qarşılıqlı tərs ədədlər cütünü göstərin. Ümumiyyətlə, tərs ədədlər deyəndə biz yenə bunu da sadə halda bir-bir baxıb axtarmaq əvəzinə. Məsələn, bir A ədədi varsa, fərq yoxdur. Kəsirdir, adi kəsirdir, onluq kəsirdir və yaxud natural ədəddir, tam ədəddir. Bunun tərsini tapmaqdan ötürü A-nın tərsi olacaq 1 bölünsün A. Və sən də bilirsən ki, tərs ədədlərin hasili olmalıdır 1. Çünki vurdum, ixtisar getdi və nəticədə 1 aldı. Hasili 1 olan cüt də burada bizə özünü göstərir. 7 və 7 də 1-dir. Vurursan, yəni 1 eləyir. Belə də müəyyənləşdirmiş olduq. Deyir ki, ifadənin ən kiçik qiymətini tapın. Maraqlı misallardan biridir. Və sadə misallardan təbii ki. Belə bir ifadədə ifadənin ən kiçik qiymətini nə zaman alarıq?
Kvadratik ifadə varsa, ümumiyyətlə, tək-tək baxın. Baxın, toplananlara bir baxın. Toplanan, birinci toplanan, ikinci toplanan. Deyək ki, buna da üçüncü toplanan kimi baxa bilərsiniz. Deyəndə əslində şagirdlər qarışdırır, amma bu -13 kimi üstə gəlsin, -13 kimi göstərə bilmərəmmi? Göstərə bilərəm. Yəni, onsuz da bu yenə nə imiş? Sanki toplananların, belə deyək də, cəm olan bir ifadədir. Yaxşı. Burada ifadənin kiçikliyini, böyüklüyünü x və y-lər təyin edir. Ona görə sən sırf o hissəyə baxmalısan. Məsələn, birinci toplananda x üstə gəlsin 4-ün kvadratıdır. Bu ifadənin, kvadratik ifadənin ala biləcəyi ən kiçik qiyməti sıfırdır. Əgər mən x üstə gəlsin 4-ü sıfıra çevirə bilirəmsə, deməli, elə onu, yəni necə elə götürə bilərəm? Ən kiçik olaraq sıfır hesab edə bilərəm. Bəli, çevirmək olur. Əgər x -4 olsa, aydındır ki, ifadənin qiyməti sıfır olacaq. Eyni şəkildə y çıxılsın 6-nı sıfıra çevirə bilirəm. Hə, yəni həqiqətən çoxluğunda bu tənliyin həlli olmuş oldu bizim misalımız üçün. Yəni y 6 olsa, avtomatik nə olacaq? Yəni burada sıfıra çevriləcək. Nə aldıq cavabı? Demək ki, ifadənin ən kiçik qiyməti elə -13 imiş. B variantı. 16. Katetləri 24 və 7 sm olan düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu neçə santimetr olar? Yadınızda saxlayın. Düzbucaqlı üçbucağın daxil çəkilmiş çevrənin radiusu düzbucaqlı üçbucaqdır. A üstə gəlsin, B çıxılsın, C bölünsün 2 düsturu ilə hesablanır. Yəni, bu da müəyyən bir çevirmələrin sadələşməsi nəticəsində alınır. Yadda saxlasanız yaxşı olar. Bu bizim düzbucaqlı üçbucağımızdır. Katetləri 7 və 24-dür. Burada A, B katetləri göstərir, C isə hipotenuzu göstərmiş olur. Tapaq hipotenuzu C bərabərdir 24-ün kvadratı üstə gəlsin 7-nin kvadratı. 24-ün kvadratı 576, 7-nin kvadratı 49. Təbii ki, toplasaq eləyəcək 625. 625 də nəyin kvadratıdır? 25-in kvadratı. Tapdıq. İndi radiusu hesablayaq. Daxilə çəkilmiş çevrənin radiusu. A üstə gəl B, yəni 24 üstə gəlsin 7 çıxılsın 25 bölünsün 2. Cavab eləyəcək 3. 17 nömrəli tapşırıq. 7344 vurulsun 10 üstü 8 ədədinin tərtibini tapın. Ümumiyyətlə, ədədin tərtibi deyəndə, yəni həqiqi ədədi biz standart şəkilə gətirməliyik. Standart şəkilə gətirəndən sonra o artıq tərtib özünü göstərəcək. Necə idi standart şəkil? A vurulsun 10 üstü n şəklində göstərilir. Burada A qiymətli hissə idi, hansı ki bu 1 və 10 arasındakı qiyməti alırdı. O halda n tərtib adlanmış olar. Yaxşı, biz bunu bu şəkilə gətirməliyik. Yəni A vurulsun 10 üstü n şəklinə. A-mız 7344'ü 1 və 10 arasında yaza bilməyimiz üçün gərək ona 7 tam 1000-də 344 kimi baxaq. Və nəticədə burada neynədik? Sanki 1000-ə böldük, onu geri qaytarmalıyıq. Yəni 1000-ə vursaq 7344 olacaq. Baxın, ədədi dəyişmirik. Görürsünüz, bərabər yazmışıq. Solda ədədin qiyməti nəyə bərabərsə, sağda da o olmalıdır. Bu səbəbdən siz onu 10 üstü 3-ə vurursunuz və yaxud digər yəni, necə istəyirsə o şəkilə gətirib salırıq. Demək, nəticə alınacaq 7 tam 1000-də 344 vurulsun 10 üstü 11. Tərtibi neçə oldu? N bərabər oldu 11-ə. Bir daha qeyd edirəm. Tərtibi görəndə çaşdırıb 8 yazmırıq. Ona görə ki, o halda N tərtib adlanır ki, yanındakı vuruq, yəni qiymətli hissə 1 və 10 arasında yerləşsin. Ümumi şəkli əzbər yadda saxlayırıq ki, A vurulsun 10 üstən şəklində, buradakı A qiymətli hissədir. 1 və 10 arasında qiymət alarsa, o halda tərtibi tapa bilərik. 18 nömrəli tapşırıq. Düzbucaqlı üçbucaqda iki bucaqlardan biri 34 dərəcə olarsa, hipotenuza çəkilmiş medianla təmbəlon arasındakı bucağı tapın. Yaxşı. Biz bir düzbucaqlı üçbucaq çəkək. İki bucaqlardan biri 34 dərəcədir. Bura 34 dərəcə qeyd edirəm. 90 dərəcə. Sonra bizə nə lazımdır? Bizə lazımdır. Bu bucağı da təbii ki, tapa bilərik. 90 çıxılsın 34-dür. Yəni 56 dərəcə. Median. Bir qaydanın, yəni xüsusi qeydlər var ki, hansı ki, siz üç bucaqda daha çoxdur buna aid. Yadda saxlasa sizin üçün sanki köməkdir. Median hipotenuzun yarısına bərabərdir. Yəni medianın uzunluğu düzbucaqlı üç bucaqdan təpədən çəkilmiş, düzbucaq təpəsindən çəkilmiş medianın uzunluğu. Məsələn, mən buradan bir median çəksəm, getirin. Bu medianın uzunluğuna bir x desək və yaxud da ki, nəsə, olsun elə x desək, bu median hipotenuzun yarısına bərabər. Yəni,
Onun böldüyü hissələrin uzunluğu da elə nədir? X-dir. Bu səbəbdən bax, bu median çəkirəm necə işarələyim? Bura O yazım, burada M yazım ki, siz bilin ki, bu median. OM median olsun. A, S yazdım. Aha. İndi hündürlüyü də çəkəcəyik. Təbii ki, hansı hündürlük? Düz bucaq təpəsindən çəkilmiş hündürlükdən söhbət gedir. Hipotenuza çəkilmiş medianla yox, tənbölən arasında hündürlük demir. Tənbölən. İndi gəlin tənbölən də çəkək. Bucaq neçə dərəcə oldu? 34 dərəcə. Tənbölən necə böləcək bunu? 45-45. 45-45 böləcəksə, o halda mən çəkirəm. Təbii ki, 34-dən aşağı tərəfdən çəkmək məcburiyyətindəyəm. Baxın, indi elə təsəvvür edək ki, bu bunu 45-45 böldü. Bu bucaq oldu 45 dərəcə. Yuxarı ümumilikdə 45 dərəcədir. Sonra bizə istəyirdi ki, həmin bu OT tənbölənlə OM arasındakı bucağı tapın. Baxın, qırmızıladım sizə. Onu da tapmağım üçün gərək 45-dən 34 çıxam. Yəni çünki yuxarı isə bu aşağı, buradan aşağı 45 idi. Yuxarı 45-dir, 45-dən 34 çıxsa eləyəcək 11 dərəcə. Sonra keçirik 19 nömrəyə tapşırıram. Deyir ki, aralığındakı tam ədədlərin sayı natural ədədlərin sayından neçə vaid çoxdur? -13, 72. 72 də daxildir, -13 də daxildir. Bunu necə istəyirsiniz tapa bilərsiniz. Deməli, 72-dən 13, -13 çıxıb, yəni sondan başı çıxırıq, üstünə 1 gəlirik. O halda bu sırada olan, ədəd oxumda olan ədədlərin sayını tapmış oluruq. Həmişə ödəyir. Aha, eləmiş olacaq, deməli, 85 üstə gəlib 86. 86 dənə tam ədəd var. Natural ədəd isə təbii ki 72 dənədir. 1-dən 72-yə qədər olan naturaldır. Bir tam ədədlərin sayı naturaldan nə qədər çoxdur? Yəni 86 çıxılsın 72-ni istəyir bizdən. Eləmiş olacaq 14 ədəd. Gəlin bir dənə bu aralıq məsələlərini yekunlaşdıraq, yəni izah verək. Tutaq ki, bizə A və B aralığı verilibdir. Həmin aralıqda olan ədədlərin sayını tapmaq istəyirəmsə, fərq yoxdur, tam ədəd, natural ədəd nə olur olsun. Yəni AB aralığındakı təbii ki, mənfidirsə o halda tama ayrı baxmalıyıq, naturala ayrı baxmalıyıq. Necə ki, 19 nömrəli tapşırıqda elədik. Naturala baxanda 1-dən 72-yə kimi baxdıq. Hə, normalda isə bütün ədədlər üçün bu şəkildə veribsə, yəni həm A, həm də B o aralığa daxildirsə, onda siz B-dən A-nı çıxıb üzərinə 1 gəlməlisiniz. Nəticə alınacaq. Yox, əgər deməli, tutaq ki, deyək ki, A daxil deyil, B daxildir. Və yaxud da ki, əksinə, A daxildir, B daxil deyil. Bu şəkildə olanda elə sadəcə B-dən A-nı çıxsaz kifayətdir. Yəni, məsələn, 1-dən 100-ə qədər ədədləri soruşur bizdən. Sadəcə 100 daxil deyil. Belə bir aralıq verib. 1-dən 100-ə qədər, hə, 100 daxil deyilsə, aydındır ki, 99 dənədir. Sadəcə çıxmaqla kifayətlənirik. Yox, əgər ikisi də daxil deyilsə, ümumiyyətlə biz o aralıqdakı tam ədədləri soruşuruqsa, o halda B çıx A-dan bir də birini çıxmalıyıq. Sanki, məsələn, 100-dən 1 çıxıram, 99, bir də onun içərisindən 100-ün özünü çıxırsam. Yəni 98 dənə arada ədəd var, tam ədəd var daha doğrusu. Belə, yəni aralıqlarda olan ədədlərin sayını bu cür tapa bilərsiniz. 20 nömrəli tapşırıq ifadənin sərbəst həddini tapmalıyıq. Burada saxlayın. Bu tip ifadə verəndə sizə götürüb açın və yaxud da ki, çox ədlini hesablamağa çalışın. Onlar uzun məsələdir. Sadəcə sərbəst həddləri yüksəltsəz, hasilini tapsaz kifayətdir. Yəni A üstə gəlsin 2-nin kubunda sərbəst hədd olacaq 2-nin kubu. Ən sonda. Vurulsun. Bu ifadənin sərbəst həddi isə 7-nin kvadratıdır. Hasilini tapırıq. 8 vurulsun 49. Bu da eləyəcək 320, 72, 392. Sərbəst hədd 392. 21 nömrəli tapşırıq. Deyir ki, M çox hədlisinin dərəcəsi 9-dur. M çox hədlisinin dərəcəsi 12-dir. M üstə gəlsin, N çox hədlisinin dərəcəsi neçə olar? Bu çox hədlinin dərəcəsi 9-dur. Bu birisinin dərəcəsi 12-dirsə, çox hədlinin dərəcəsi ümumiyyətlə nə idi? Çox hədlinin dərəcəsi onun, yəni daxilində olan bir hədlilərin dərəcəsi yüksək olanın dərəcəsi ümumi çox hədlinin dərəcəsi hesab olunurdu. İndi bizdə də M və N-dən hansı çox hədlinin dərəcəsi böyükdürsə, təbii ki, onun içərisində. Məsələn, 12, bu deməkdir ki, bizim çox hədlimizin dərəcəsi də 12 olacaq ən nəhayət. 22 nömrəli tapşırıq, sadə tapşırıqlardan biridir. 7-3 hissəsi 21 olan ədədin 14-3 hissəsini tapın. Hissəsinə görə də tapanda 21-i bölürdük 7-də 3-ə. Həmin bu aldığımız ədədin
14-də 3 hissəsini tapmalıyıq. Yəni vuracağıq 14-də 3-ə. Hesablayaq 21-i təbii ki, kəsrə böləndə tərsinə çevirib vururduq. 4-də 2 hesablasaq 7-lər ixtisar getdi 2. Qalınacaq 21 bölünsün 2. 10,5. 23 nömrəli tapşırıq. Tapşırıqsa yenə düzbucaqlı üçbucağa xarakterik olan məsələlərdən biri 30 dərəcə qarşısındakı katet, yəni 12, hipotenuzun, yəni 2A üstəgəlsin 8-in yarısıdır. Deməli, 2A üstəgəlsin 8 24-ə bərabər imiş. 2A bərabərdir 16, A bərabərdir 8. Belə müəyyənləşdirə bilərik. 24 nömrəli tapşırıq. Çoxədəyin vuruqlara ayrılması tələb olunur. Yazaq 3A kubu çıxılsın 3B kubu üstə gəlsin A kvadratı plus AB plus B kvadratı. Bərabərdir. İlk gözə çarpan hissə 3A kubu çıxılsın 3B kubudur. Çünki siz oradan 3 vuruğunu ortaq vuruq kimi çıxarsanız, alınacaq kublar fərqi. Və kublar fərqini biz vuruqlara ayıra bilirik. Müxtəsər vurma düsturuna əsasən. Bayaq da elə bu testin içərisində var idi. A kubu çıxılsın B kubu bərabərdir. A çıxılsın B vurulsun. A kvadrat üstə gəlsin. AB üstə gəlsin B kvadrat. Üstə gəl. A kvadrat üstə gəl. AB üstə gəl B kvadrat. Görürəm ki, hə, mənə bu hissə tanışdır. Özü toplamadır deyə rahatlıqla mötərizə əlavə edib özümüzü sanki hazırlaya bilərik bunu qruplara ayırmağa. O da A kvadrat üstə gəlsin, AB üstə gəlsin, B kvadratdan çıxartdıq. Alındı yerdə nə qaldı? İlk toplanandan qaldı 3 vurulsun A çıx B. İkinci toplanandan bu yaddan çıxır şagirdlərdə. A kvadrat üstə gəlsin, AB üstə gəlsin, B kvadrat. Bölürəmsə A kvadrat üstə gəl, AB üstə gəlsin, B kvadrat. 1 qalmalıdır yerində. Yəni üstünə 1 gəlməliyəm həmişə. Sadələşdirsək, vuruqlara ayırıq. Nə alınır? Birinci hissəsi qalır olduğu kimi sağ tərəfi yazsaq 3A, birinci onu yaz. Çıx 3B, üstə gəl 1, vurulsun A kvadrat plus AB plus B kvadrat. Belə bir vuruqlara ayrılmış versiya alındı. Sonra 25 nömrəli sonuncu tapşırığımız. O mərkəzli çevrədə mərkəzdən eyni məsafədə yerləşən vətərlərdən birinin uzunluğu 3A üstə gəlsin 11, digərinin uzunluğu isə 2A üstə gəlsin 15 olarsa A-nı tapın. Burada da bizə bir fikir deyir. Əgər mərkəzdən eyni məsafədə yerləşirsə, bax ki, bizə bir o mərkəz verilibdir. Yəni, belə bir çevrə çəksəm, buradan bura qədər, daha doğrusu vətər çəksək, buradan uzunluğu olsun 3A üstə gəlsin 11. Məsafə olsun x məsafəsi. Eyni A, O nöqtəsindən bir x məsafəsində digər vətəri də çəksəm, aşağı çəkə bilərəm. Fərqi yoxdur, heç bir yəni, fərqli mahiyyəti yoxdur deyə belə də çəkə bilərəm. Buradan bura qədər də məsafə x olsa, həmin bu vətərlərin uzunluğu həmişə bir-birinə bərabər olacaq. Siz sadə bir faktdan irəli gəlir. Məsələ nədir? Əgər siz oradan bu vətərin yəni uclarına qədər üçbucağa tamamlamağa çalışsınız, burada bir bərabər yanlı üçbucaq alınacaq. Hansı? Radiusları, deməli, daha doğrusu yan tərəfləri radius olan, oturacağı 3A üstə gəl 11 olan, hündürlüyü x olan bir bərabər yanlı üçbucaq. Eyni zamanda eyni üçbucaqdan sanki burada alınır. Baxın, hündürlüyü eynidir. Təbii ki, bunlar da radiusları idi. Yan tərəflər radiusa bərabərdirsə, buradan almış olacaq ki, nədir? Oturacaq da eyni olur. Aha. Yaxşı. Sonra nə aldıq? Artıq fikrimizi ümləşdirək. Dedik ki, mərkəzdən eyni məsafədədirsə, onda bu vətərlərin uzunluqları bir-birinə bərabər olmalıdır. 2A üstə gəlsin 15-ə bərabərləşdirib A-nı tapırıq. A bərabərdir 4. Bu qədər.